uşaqlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Hə, bugün biz şeir haqqında danışacağıq. Şeirlərlə aranız necədir? Yaxşıdır? Əla. Mənim də bir şeirim var, xoşum gəlir. Daha doğrusu bir şeir var ki, çox xoşum gəlir o şeirdən. Yəni uşaqlıqdan sevirəm. Siz necə? Şeir var idi ki, o vaxtı biz oxuyurduq. Əziz ana, can ana, gözəl mehriban ana, böyütdükcə bizi sən, dən düşür saçlarına. Çiçək bacı, ay çiçək bacı. Gəldin cırtdan. Mən də uşaqlarla şeir deyirdim. Necədir? Sənə hədiyyəm var. Vəziyyəti necədir? Yaxşıyam, yaxşıyam. Sənə hədiyyəm var. Doğrudan, nə Hə. yaxşı. Çox sağ ol. Nə əziyyət çəkmisən? Mənə hədiyyə almısan? Yox, Bəs- almamışam. Almamışam. Almamısan? Yox, hədiyyə də bu vərəqdədir. Vərəqdədir. Baxım. Maraqlıdır. Deməli belə. Ey hörmətli çiçək bacı, hər könüldə yerin var. Hər kənddə, hər şəhərdə sənin cırtdanların var. Dediyin bütün sözlərin tayı, bərabəri yoxdur. Amma cırtdan ağıllıdır deməyə sözü yoxdur. Necə idi? Cırtdan, belə nəsə tanış gəldi bu şeir mənə. Elə bir tanış dəyişdirilmiş gəlir. kimi gəldi. Yox, tanış Sizə də elə gəldi, hə? Yox. Mən bunu gecə yazmışam. Aha. Gecə uzanmışdım. Dedim, aha! Bir dənə şeir yazım çiçək bacıya. Sonra da yazdım. Dedim sənə hədiyyə eləyim. Çox sağ ol Cırtdan. Təşəkkür mən edirəm ki, məni fikirləşdin, şeir yazdın. Amma Cırtdan, bu biraz belə şeir oxşamadı. Biraz belə şeirin üslubu var. Çiçək bacı. Uşaqlarla da bir dənə salamlaşım. Mən Hə, şeirlə doğrudan bax, salamlaşmaq uşaqlarla istəyirəm. salamlaşmamısan. Heç mən bunu yadımdan çıxıb. Hə. Salamlaş birinci, sonra izah eləyərəm. İmkan vermir. Ay uşaqlar, hər gün verilişə gəlirsiniz. Burada bütün hər şeyi cırtdandan öyrənirsiniz. Burada bütün oyunları, deyilən tapmacaları, verilən hədiyyələri gəlib məndən alırsınız. Cırtdan, yox uşaqlar, siz hədiyyəni özünüz zəhmətinizlə qazanırsınız. Mən verirəm Cırtdana də. fikir verməyin. Mən verirəm də. Sən verirsən, o özləri zəhmət çəkirlər, qazanırlar. Sən də elə belə vermirsən ki. Hə, yox, elə belə vermirəm ki. Elə belə hədiyyə verərlər çiçək bacı. Yox. Verərlər. Cırtdan, gəl deyirəm gedək tapmacaya. Aha, Tapmacadan sonra söhbət eləyərik bu barədə. Uşaqlar, tapmacaya diqqətlə qulaq asın. Aşağıdakı nömrələrə tez yazın. Qalib olun sonra. Getdi uşaqlar. Gəlin gedək tapmacaya, hədiyyələr qazanmağa. Oy, nə qəşəng çıxdı çiçək. Salam uşaqlar. Tapmaca vaxtıdır. Bugünkü tapmacamız nədir? Axşam oldu saralar, sübh tezdən qaralar. Fikirləşin görək, nədir cavabımız? Axşam oldu saralır, sübh tezdən qaralır. Yaxşı, onda cavabı tapın, bizə tez göndərin, gözləyirəm. Hoppa, hoppa.
baxmırsan hara köçər gedər. Ağacda alma yanağı qırmızı, ağacda alma yanağı qırmızı. Dərsəbətə yığ onu bağlan qızı, dərsəbətə yığ onu bağlan qızı. Lay 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 lay. Lay 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 lay. Ağacda alma dadı baldan şirin, ay qıza yoğlan onu xəlvətlərin. Ağacda alma yetişib dər tez ol, dostlar üçün sən onu göndər tez ol. Dər tez ol, dər tez ol, dər tez ol, dər tez ol. Yaşıl bağın gözəlidir ağalma, yaşıl bağın gözəlidir ağalma. Almanı dərdin daha bağda qalma, almanı dərdin daha bağda qalma. Lay 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 lay. Lay 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 lay. Lay 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 lay. Lay 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 lay. Cırtdan, Hə, bilirsən, mənim sözü bayaq yarımçıq qaldı. Hə. Məsələn, bax, insanlar sözlərini, məsələn, təriflərini, tənqidlərini şeirlə deyirlər. Bilirdin əvvəllər. Məsələn, hekayələri şeirlə yazardılar. Məsələn, öz hansısa bir əhvalatı şeirlə deyərdilər. Aa. Bunu bilirdin sən. Bilirsən niyə görə? Bayaq bir söz işlətdim. Çiçək bacı. Məsələn, mənim dostum sözümə qulaq asmayanda, məsələn də, indi mən belə deyə bilərəm ki, əziz Adil, can Adil, mən səni döymək istəyirəm. Ay, yox. Sözümə qulaq asmırsan, ağıllı uşaq olmursan. Ay cırtdan. Nə qəşəng çıxdı Çiçək bacı. Bu cür deyə bilərəm. Bu cür desəm heç məndə əsəb qalmaz ki. Cırtdan hər söz bir söz tapacaq da. Deyirəm, ay cırtdan, yox. Məsələn, şeir formasında. Sən şimdi şeir demədin ki, özün üçün bir şey qulaşdırdın, dedim burada. Demirsən Şeirin sən. qaydaları var, dedim axı. Qaydalarından istifadə eləyirəm də mən də. Yəni mən demirsən ki, birinə tərif eləyəndə, birinə tənqid eləyəndə deyirsən bunu. Mən də döymək istəyirdim Adili. Belə bu cür dedim də döymək istəyirəm Döymək səni. istədiyimi dedin. Bəli, döymək istədiyimi dedin. Amma onu qafiyə ilə qəşəng deyə bilmədin. Bax, cırtdan, onu başa salım ki, sənə bax. Sözlər bir-birinə uyğun gəlməlidir. Məsələn, şeirlər kimi var. Məsələn, istifadə eləyirik biz şeirlərdən. Fikir ver. Məsələn, axır sözləri bir-birinə uyğun gəlir. Qafiyə özü uyğun gəlir. Sözlərin, kəlmələrin sayı bir-birinə uyğun gəlir. Aha. Onun üçün biraz dərsi yaxşı oxuyasan gərək. Ədəbiyyatı qəşəng oxu. Oradakı qaydalar orada yazılıb. Siz də uşaqlar, əgər şeir yazmaq istəyirsinizsə, bunlara riayət etsəniz, şeiriniz daha gözəl, daha ürəyə oxşayan çıxacaq. Daha çox xoşlarına gələcək də, Bəli. hə, dinləyicilərin. Bəli, bəli. Onda Çiçək bacı, görmüşdüm bəzi kitablarda, nağıl kitablarında, nə bilim dastanlarda, belə görürdüm ki, şeirlər var. Mənim Bəli. marağımı cəlb eləyirdi də o şeirləri Bəli, deyirdim. şeirlərimiz var, təmsillərimiz var, qafiyə ilə qəşəng deyilir Hə. və görsən necə adama xoş gəlir. Ruhiyyəmizə yaxındır da, ona görə çox istifadə olunub əvvəllər. Çox Hə. təəssüf olsun ki, indi biraz məsələn az istifadə olunur. Məsələn, olunur, hə. şeiri çox da istifadə eləmirlər. Çox şeir yazan yoxdur. Siz də uşaqlar bundan istifadə eləyin mütləq. Bunlardan özünüzdən eləsinlər də. bəli, diqqət eləyin. Bu haqqda məlumatlar Zəng toplayın. gəlir. Zəng gəlir, hə, doğrudan. Uşaqlar, gedək müsabiqəyə. Gedək. Hə, müsabiqədə iştirak etmək üçün aşağıdakı nömrələr yadınızda çıxmasın ha. Getdi uşaqlar. Getdi, müsabiqəyə gedək. Hey! Salam dostum, necəsən? Yaxşıyam. Adın nədir? Xoş gəlmisən oyunumuza. Çox sağ ol. Adım Amildir. Məni tanıyırsan? Hə, tanıyıram. Adım nədir? Sırtdan. Yox, qəhrəman cırtdan. Neçə yaşın var? 11. 11. Oyunumuza hazırsansa başlayaq oyunumuza. Başlayaq. Hə, deməli Amil dostum, bu gördüyün xanalardan birini denən mənə, yəni hansını istəyirsənsə, mən də həmin xananı açım, ondan sonra gedək oyunumuza.
2. 2. Getdik. Amil dostum, oyunumuza yeniden hoş geldin. Görürsen de burada koyunlar var. Demeli sen bu koyunların sayını sayacaksan ve mənə diyeceksen. Eğer görsen ki kenardan canavar gelir, mütləq onun da xəbərdarlığın mənə denər. Desen xal qazanacaqsan. Eğer canavarın gelmək xəbərini deməsən, canavar girəcək koyunları götürüb gedəcək və biz də oyunumuzda qalib olmayacağıq. Başa düşdün oyunumuzu? Hem koyunların sayını diyeceksen, hem de canavarların geliş xəbərini. Ama vaxta da diqqət elə, yaxşı dostum. Vaxt qurtarmamış koyunların sayını mütləq denən. Başladık. Hem koyunların sayı, hem de canavarların geliş xəbərini denən. Canavar var. Ne var? Denən. Denən, aferin. Toplan qaçdı, onları qovdu. Neçə dənə qoyun var? Canavarlara da diqqət elə. 3 tane canavar var. Canavar gəldi. Denən bəsdir. Toplan qaçacaq. Canavar geldi. Qaçdı. Neçə dənə qoyunlar var? Saydın? 13 tane koyun var. Neçə? 13. Yo, diqqətli say. Canavarlar geldi. Canavar gəldi. Diqqətli say və tez denə. Vaxt 13 tane koyun var. 13 dənə. Baxaq görək 13 Canavar dənədir. geldi. Canavar geldi. Ay 14 dənəymiş dostum. 14 dənə qoyun var imiş. Eybi yoxdur. Keçək ikinci oyunumuza. Dostum, ikinci de oyunu oynayaq qəşəng və bu oyunda mütləq diqqətli ol. Hansı kanalı seçirsən, hansı kanalı istəyirsən, denən mənə, mən də açım həmin kanalı. 1, 2, 3. 6. kanal. Ha? 6. kanal. 6. kanal. Getdik. Amil dostum, oyunumuza yeniden hoş geldin. Demeli bu benim en sevdiğim oyunlardan biridir. Bu oyunu hiç bilirsen, oynamışsan bu oyunu. Bəli, oynamışam. Onda yaxşı bilirsən. Bilirsən ki, bu kasaların birinin altında yumurta var və həmin yumurtanı tapmalıyıq, düzdür? Düzdür. Sənə əvvəlcə neyniyəcəyik? Yumurtalı kasanı göstərəcəyik, sonra həmin yumurtalı kasa fırlanacaq. Biz də onu diqqətlə izləyəcəyik və doğru cavabı mənə deyəcəksən. Başladıq! Diqqətlə bax. Kasa deməli birinci kasanın altındadır yumurta. Fırlanacaq və sən də deyəcəksən hansındadır? Birincidə, ikincidə, üçüncüdə. Hansında? İkincidə. İkincidə baxaq. Aferin. İkincini də oynayaq. Görək nə qədər diqqətlidir mənim amil qəhrəman dostum. Diqqətli bax. La 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 la. La 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 la. Amil, mən başım gicəllənir bunlar çox fırlananda. Hansındadır? İkincidə. İkincidə, baxaq görək. Ay, üçüncüdəymiş dostum. Eybi yoxdur, axırıncını oynayırıq. Bu dəfə diqqətli ol. Yaxşı. Birinci kasanın altındadır, indi fırlanacaq və sən də həmin kasanı izlə. Hansındadır? Birincidə. Biraz diqqətli fikirləş.
Üçüncüdə. Biraz da diqqətli fikirləş. 2. 2-yə baxaq. Aferin sənə. Gedək görün sənin nə qədər xalın oldu dostum. Getdik. Hə dostum, bizdən 40 xal qazandın. Səni təbrik edirəm. Çox yaxşı oynadın və çalış hər zaman oyunlarda diqqətli ol. Və bu da deməkdir ki dostum, 40 manat dəyərində hədiyyə qazandın bizdən. Təbrik edirəm səni. O biri dostlarıma da denən, neynəsin? Gəlsinlər cırtdanla bərabər oyun oynasınlar. Sağ ol. Cırtdan. İstəyirsən biraz şeir haqqında məlumat verim, uşaqlar da özləri də məsələn bilsinlər ki, şeir əslində nə deməkdir. Baxın, şeir insan ruhiyyəsinə yaxın olan bir şeydir. Məsələn, təsəvvür elə ki, məsələn, əvvəllər insanlar öz hisslərini, öz duyğularını şeirlə deyirlər. Məsələn, belə deyək, bir var məsələn, elə belə sözünü deyəsən, bir də var şeirlə, ahənglə, bir-birinə uyğun şəkildə. Məsələn, sən şeir yazmısan, bəzi şeirin qaydalarına məsələn riayət eləyə bilməmisən. Bunu da öyrədim ki, daha doğrusu öyrətmək yox, deyim ki, sən də biləsən də. Baxın, ola bilər uşaqlarımızın içində də şair uşaqlar olsun ha, şeirlərimizi gözləyirik, mütləq bizə yazın onları. Hə, deməli, şeir bir üslubdur ki, yəni orada məsələn həm qulağa xoş gəlir, həm də o bir-birinə uyğun olmalıdır. Məsələn, əvvəlki cümlə sonraki cümlə ilə uyğun gəlməlidir ki, başa düşülsün şeirlə biz nə demək istəyirik. Şeir yazanda məsələn daha qafiyəyə uyğun olmalıdır, daha diqqət olmalıyıq. Məsələn, sözlərin, kəlimələrin neçə dənə olmağı, harda məsələn dayanacaq, harda məsələn davam eləyəcək. Bunlar, bax məsələn, əvvəllər cırtdan şeirdən çox istifadə eləyərdilər. Məsələn, şeirlə hətta müharibələrdə də bir-birlərinə ruhiyyə vermək üçün rəcəz deyərdilər. Çox maraqlı. Məsələn, bir-birlərini şeirlə bir yerdə, məsələn, rahat sözlərini ifadə eləyirdilər. Şeirlə qəşəng alınır da. Bir-birlərini, məsələn, sözlərini rahat deyirdilər, şeirlə deyirdilər. Məsələn, bax, bir yeri təsvir eləmək üçün, bir yeri, məsələn, qəşəng gözəlliyini demək üçün onu səncə cırtdan şeirlə demək, qafiyə ilə demək qəşəng olar, yoxsa elə belə deyim, məsələn, bura nə gözəldir, nə qəşəngdir. Bir də var, məsələn, onu şeirlə deyəsən. Çiçək bacı, nənəmə də şeir yazmışam. Gör, düz yazmışam. Şeir yazıb nənəsən, nə gözəl. Mən, sən dediyin kimi, bax, mən də tərif eləmişəm. Nə bilim, nənəmə dedim ki, fikirləşdim ki, Çiçək bacıya yazmışam. Nənəmə də yazım bir dənə şeir. Bəli, qulaq asaq uşaqlar şeiri nədirdir? Baxın, diqqətlə qulaq asın. Nənəm, nənəm, can nənəm, yağlı, çörəkli nənəm, qoğal kimi şirinsən, qayğanaq bişirirsən. Əlaydı amma, bunu qəşəng yazmışsan, həqiqətən də. Çox şirindir, əhsən sənə. Əl çalaq, bəli uşaqlar. Təşəkkür edirəm, təşəkkür edirəm. Cırtdan. İndi belə bilirəm, başa düşdün də, şeir nə deməkdir. Çox sağ olun. Siz necə uşaqlar? Bax, aşağıdakı nömrələr mütləq yazın ha, mütləq. Zəng gəlir cırtdan. Zəng gəlirsə, eşitmirəm. Gedək zəngə, daha doğrusu müsabiqəyə, müsabiqədən sonra davam eləyərik bu şirin söhbətimizə. Uşaqlar, getdik. Getdik. Müsabiqə hədiyyəli. Necəsən? Yaxşıyam. Adın nədir? Əsma Əkbərli. Neçə yaşın var? 9. Oyunumuza xoş gəlmisən. Oyun oynamaq istəyirsən qəhrəman cırtdanla. Bəli. Onda xanalardan birini seç və başlayaq oyunumuza. Lə 5 açılsın xana. La getdik. Hə dostum, deməli bu oyunumuzda qaydalar bu cürdür ki, bu gördüyün qutuların içində müxtəlif əşyalar var və sən
bu həmin əşyaların yerlərini yadında saxlamalısan və ən azı bizə 6 dənə doğru cavab deməlisən. Yaxşı dostum, 6 dənəsini yadında yaxşı saxla və hansı rəqəmin altında hansı əşya varsa, mütləq bizə onu denən. Yaxşı? Vaxta da diqqət elə ya. Onda başladıq. Xanalar açılacaq, diqqətli ol. Bir də açılır, diqqətlə bax. Başladı. Xanaların altında nə varsa nömrəsini denən, sonra həmin əşyanın adını. Birinci dondurma. Baxaq, Marul. görək dondurma. Afərin dondurma. Sonra tez ol. Sonra üçüncüdə beləsinə bir dənə tələ olaraq qızır. Baxaq görək almaz. Afərin. Sonra tez ol. Dördüncü. Yox, yeddinci maşın. 7-də maşın. Yox, 8 imiş. 8 rəqəmi imiş. Eyb yoxdur. Sən yenə də denən tez-tez. Vaxt az qalıb. 8 maşın. 8 maşın. Üzüm imiş. Eyb yoxdur denən. Aha. Tez-tez. Vaxta az qalıb. Dostum. La. Ne oldu? 17. Hə, tez ol. 17. maşındır deyəsən, hə? Baxaq. Kaktusuymuş. Deyəsən vaxtımız da qurtardı. Və gedək görək bizim dostumuzun neçə xal oldu. Getdi. Hə dostum, birinci oyunumuzdan 20 xal qazandın. Keçək ikinci oyunumuza. Hansı xananı istəyirsən? 6-cı. 6-cı xana açılsın. Getdi. Dostum, deməli bu oyunumuzda bu gördüyün qulaqçıqdan səslər gələcək və sən həmin səsin nə olduğunu mənə deməlisən və bu gördüyün qutunun içində də doğru cavab görsənəcək. Hazırsan? Yaxşı, bəli. Onda başladıq. La. Diqqətlə qulaq as. Nədir? Nə səsinə oxşuyur? Fil. Beləsinə fikirləyir. Yox. Onu göyə atırlar. Bayramlarda. Beləsinə pişmiş olaraq yuxarıda. Baxaq görək. Fişəngdir. Atəş və şanlıqdır. Afərin sənə. Doğru cavab verdin. Təbrik edirəm səni. Gedək görək nə qədər xalın oldu. Getdi. Dostum, 2 oyundan 80 xal qazandın və bu da o deməkdir ki, sən 80 manat dəyərində hədiyyə qazandın bizdən. Təbrik edirəm səni. Çox sağ ol. Sağ ol. Sağ ol. Çiçək bacı, şeirim necə idi? Nənəyə aid olan şeirim. Yaxşıydı, amma gördüm ki, orada nənədən çox elə yağlı çörəyi falan belə yeməkləri tərif elədin sən yaman.
Yəni nənədən çox onu tərif edirdi. Neyniyim, nənəm deyəndə yadıma ancaq şirin çörək, qoğal, qayğanaq Qayğanaq. düşür. Ay cırtdan, ay cırtdan. Çiçək bacı, Bəli, bu şeiri yazırıq, deyirdin ki, hə, indi məsələn o şeirlər necə olmalıdır? Bax cırtdan, şeir əslində 4 misradan ibarət olur. Çox olmur. Yox, məsələn olur ha, məsələn 4 misradan ibarət olur, amma 2 misradan ibarət olan Hə. olur beyt. Aha! Hə. Yadıma düşdü. Müəllim bizə deyəndə deyirdi, bir bənd şeiri öyrən gəl. Yəni Bəli. 4 dənə misra olur da. Bəli, olur bir bənd şeir. Aa! Ona görə də cırtdan. Bunlara riayət görmüsən şeirdə məsələn bir-birinə uyğun gəlir. Hə, Məsələn hə. sözdə Aha. 4 misrada o şeirin axırında bir nəticə olur. Məsələn o sözlər bir-birinə uyğun gəlməlidir Uyğun. ki, şeirin axırında bir Uyğun nəticəni olmalı. görəsən. Hə, Gördün uyğun mü? olmalıdır da, bilirəm. Bəli, Müəllim uyğun də mənə olmalı. demişdi onu. Sadəcə olaraq mən fikirləşdim ki, əşi, uyğun olmasın. Ağzımıza gələni yazaq getsin, olsun bu da şeir. Yox cırtdan, o cür olmur. Bax cırtdan. Əgər istəyirsənsə qəşəng şeir yazasan, bu qaydalara riayət eləməlisən. Məsələn, Hə. ədəbiyyatda keçdiyimiz qaydalar elə belə deyil ki, ola bilər bizim dostlarımız içində şeir yazan dostlarımız da olsun. Məsələn, cırtdan istəyir ki, şeir yazsın, şair olsun. Onda gərək nə eləsin? Bu qaydalara riayət eləsin. Çiçək bacı, Bəli. görmüşəm ki, kitablarımızda da Səməd Vurğunun şeiri var ya, Azərbaycan şeiri. Bəli. Bax, o məsələn 5 misralıdır. Yəni Bəli. bir bəndi keçir də, bir dənə misra artıq olur. Sonra Mikail Müşfiqdə var, Mikail Müşfiqdə 3 bənd olurmuş. Mən də deyirdim ki, bu da öz bildiyi kimi yazıb da. Mən də Yox, ona yox. görə deyirdim bəlkə bu cür də ola bilər. Misralar ola bilər az ya çox olsun. Yəni mən dedim 4 misra, adətən 4 misra olur, amma 5 də olur, 3 də olur. Amma uyğun gəlir bir-birinə. Hə. Yəni axırda məsələn görsən ki, deyir, məsələn necə şeirdən məsələn deyə bilərsən? Ax, Müəllimimiz bir dənə də bir şey demişdi ki, deyirdi ki, şeirdə qafiyəyə, vurğuya, sözün düzgün deyilişinə, bir də tələffüzə diqqət yetirməliyik. mütləq ki, o qəşəng çıxsın da. Təsəvvür elə ki, o nə cür ola bilərdi? Məsələn Hə, necə hə. gəldi dinə. O Zəng şeirin gəlir. gözəlliyi əldən gedəcək. Hə. Zəng gəlir, bəlkə Zəng gəlir. Gedir uşaqlar. Getdi. La 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 la. Salam dostum, necəsən? Oyunumuza xoş gəlmisən. Sağ ol. Adın nədir sənin? Hacer. Hacər, neçə yaşın var? 7. Ay mənim balaca dostum, bir daha oyunumuza xoş gəldin. Əgər hazırsansa, başlayaq oyunumuza. Burada gördüyün xanalardan birini seç, cırtdana denən, cırtdan həmin xananı açsın və başlayaq oyunumuza. 1. Bir, getdik. Hə dostum, bu oyunumuzun qaydası bu cürdür ki, burada gördüyüm qutuların altında söz var. Görürsən də 2 dənə kəlmədir. Və biz bu sözü tapmaq üçün nə etməliyik? Bizə kömək olaraq bizə şəkillər göstərəcəklər. Və sən də o şəkillərə baxarsan, ona uyğun cavabı tapıb deyəcəksən. Başa düşdün oyunumuzu? Bəli. Onda şəkillər açılsın. Bax, burada gördüyün şəkillər, görürsən də, hə? Bu nə ola bilər? 2 kəlmədən ibarətdir. Ev yanır, maşın var qırmızı rəngdə. O birisinin adını desən biləcəksən və paltar var. Nəyə oxşuyur? Nə ola bilər? Ev yanan, Ateş neşan. yəni Kırmızı maşın. yanğın söndürən, baxaq.
söndürən idi. Hə, Hacər, getdik o bir oyunumuza. Dostum, səni təbrik edirəm. 60 xal qazandın. İkinci oyunda oynayaq. Bəli. Onda xala seç gedək oynamağa. Hacərlə gedək oynamağa. La 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 la. Hansını istəyirsən? Hansı xalanı? İçini. İkinci xala. Getdik. Ay. Neyse. Dostum. Hə, gəldik oyunumuza. Deməli bu oyunda nə edəcəyik? Bu gördüyün qulaqçıqdan səs gələcək və sən də həmin səsin nə olduğunu cırtdana deyəcəksən. Razılaşdıq? Bəli. Qutunun içindən də doğru cavab çıxacaq. Onda başladıq. 3, 2, 1. Diqqətlə qulaq as, nə səs olduğunu mənə denə. Nə səsinə oxşuyur dostum? Dostum. Bir də qulaq asmalısın. Veririk qulaq as. Nə səsinə oxşuyur dostum? Sabun. Hı? Saat. Saç, yəni saçı qurudanın adı nədir? Fen. Baxaq görək. Aferin sənə, doğru cavab verdin. Cavabımız fendir, yəni saçımızı qurudan. Getdik görək, nə qədər xalın oldu sənin dostum? Dostum, 120 xal qazandın. Səni təbrik edirəm, mənim balaca qəhrəmanım. Hə, Hacər, sevinirsən 120 xal qazandığıma? Ən yüksək xal qazandın. Təbrik edirəm səni. Bu da o deməkdir ki, dostum, 120 manat dəyərində Cırtdanın macəraları verilişindən hədiyyə qazandın. Təbriklər. Sağ ol dostum. Sağ ol. Sağ ol. Cırtdan, Hə. deyirəm sizi bilmirəm. Bizdə əvvəllər təmsil öyrədirdilər. Aha. Məsələn, biri var idi, bilmirəm Hə. sən onu bilirsən ya yox. 51 olub, bir ayı bir şiir ilə ovladılar dovşanı tədbir ilə. Olmadılar razı onu bölməyə. Çıxdı iş axır ölüb öldürməyə. Aha, bilir. Yadıma düşdü Çiçək bacı. Çeynədilər, dişlədilər, ditdilər. Bir-birini albala qərq etdilər. Ay, albala yox, alqana. Olmadılar razı onu bölməyə. Yox, Çiçək bacı. Özlərini taqətdən Aha. saldılar. Hər biri bir səmtə düşüb qaldılar. Qaldılar. Tülkü uzaqdan görüb Görüb bu bu haləti, haləti, bildi ki, yox heç birinin taqəti. Taqəti. Gəldi götürdü, ovu etdi fərar, həsrət ilə baxdı dalınca onlar. Sən Cırtdan, görürsüz nə qəşəng bilir. Bilirəm, bilirəm. Bunu Abbas Səhət yazıb, mən bilirəm. Sən, şairin də bilmək çox yaxşıdır. Hə, bilirəm. Bir- Çiçək bacı, Buyur. Abdullah Şaiq da var, şeirləri var. Bəli, məşhur şeirlər ki var, uşaqlıqda biz onları öyrənirdik. Mirzə Ələkbər Sabit. Bəli. Sonra Abdullah Şaiq. Əhsən. Bir dənə də şeir var, Çiçək bacı. Ala bula boz keçi. Hə, Ala bula boz keçi, ay qoşa buynuz keçi. Yalqız gəzib dolanma, dağa daşa dırmanma. Bir qurd çıxsa qarşına,
Sən nə edərsən ona? Çoban açınca gözün qalar iki buynuzun. Hə, cırtdan başqa, məsələn, xatirələr yarandı da uşaqlarda da. Bəlkə də indi sizə deyirsən, birinci sinifdə mən bunu öyrənmişdim. Sonra xoruz şeiri var. Çiçək bacı, bilirsən onu? Ay pipiyi qan Ay, xoruz. fiqan xoruz. Gözləri mərcan xoruz. Sən nə tezdən durursan, qışqırıb banlayırsan. Sonra Çiçək bacı, dovşan şeiri var. Hamının, bütün uşaqların sevimlisidir də. Bəli. Dovşan, dovşan, a dovşan. Qaçma dayan, a dovşan. Qaçma səni sevərəm. Can kimi bəsləyərəm. O da deyir ki, dayanmaram, a qardaş, yanında var alabaş. Xəbərdaram işindən, qurtarmaram dişindən. Əhsən cırtdan. Çiçək bacı, bir dənə də var, dərsə gedən bir uşaq. Buz şeiri, buz. Bəli, buz şeiri. Çıxdı buz üstə qoçaq. Deyirəm, nə işin var axı buzun üstündə? Sürüşdü birdən-birə, dəydi üz üstə yerə. Əcəb oldu. Deyirəm, nə işin var ki, sən buzun üstündə qışın vaxtı? Bilmirsən ki, qışda buzun üstündə adam sürüşür, şap yıxılırsan yerə. Yaxşı cırtdan, danlama da, deyim. Sonra uşaq da hələ durub buzla dalaşır, belə eləyir. Uşaq durub neylədi? Buza belə söylədi. Sən nə yamansan abuz, adam yıxansan abuz. Buzun yerinə olsaydım, deyərdim ki, ay uşaq, sən niyə gəzirsən mənim üstümdə? Deyirəm, bir şeirlə dalaşmamışdın, onunla da dalaşdın. Çiçək bacı, haqlıyam da, deyərsən ki, bax, uşaq, məsələn mən buzda gəzməkdən qorxuram. Düzdür, sürüşməyi sevirəm, amma şap yıxılıram yerə. Sonra uşaq kimi də mən də buzla dalaşmışdım. Başlayırsan dalaşmağa. Dalaşmışdım bir dəfə. Dedim, ay buz, sən görmürsən ki, mən burada əylənirəm. Sən məni uşaqların gözünün qabağında yıxırsan yerə. Utanmırsan? Deməli, özün də dalaşmısan da. Deməli, sənin kimi uşaqları görüb bu şair, bunu yazan şair və yazıb bunu qəşəng şeirlə deyib ki, bu bizim yadımızda qəşəng qalıb. Elə deyil? Bəlkə də məni görüb. Bəlkə də səni görüb, bilmək olmaz. Bu sonra mənə cavab vermədi ki. Belə baxdı sifətimə. Cavab vermədi, görsən. Yox, heç nə demədi. Dedim, ay bu sən mənə denən görüm sən məni. Niyə yıxmısan yerə? Buz da mənə baxdı belə. Ay cırtdan. Cırtdana nə oldu? Heç nə. Yadıma düşdü. Uşaqların gülüşü yadıma düşdü. Uşaqların gülüşü yadıma düşdü. Necə yəni məsələ? Güldülər, hamısı qəhqəhə çəkdilər. Deyirlər ki, nə deyirdi? Cırtdan yıxıldı yerə, cırtdan yıxıldı yerə. Uşaqlar, keçən dəfəki tapmacamız nə cür olmuşdu? Axşam oldu saralar, sübh tezdən qaralar. Hə, görürəm kömək istəyirsiniz. Uşaqlar, bu belə bir şeydir ki, adətən işıqlar sönəndə istifadə eləyirik. Hə, neftlə işləyir. Belə balaca şüşəsi də var. Qədimdə daha çox istifadə eləyirdilər. Tapdınız? Tez göndərin, gözləyirəm. Çiçək bacı, deyirəm nə yaxşı sən mənə başa saldın. Düz deyirmişsən. Mən də ağlıma gələn hər nə sözlər var idisə, hamısını deyirdim. Elə bilirdim ki, bu cür olmalıymış. Amma hiss eləyirdim, Çiçək bacı, hiss eləyirdim ki, sözlər bir-birinə uyğun gəlmir. Nə bilim, Çiçək bacı. Bax cırtdan, düz deyirsən. Əslində öz sözlərini qəşəng deyirsən, qəşəng ifadə eləmək də çox gözəl bir şeydir. İnsan sözünü ifadə eləməyi, bəzən olur ki, insana bir də görürsən sözünü deyə bilmir, ürək sözünü. Sən qəşəng deyirsən. Biraz belə qafiyəyə uyğun gəlmirdi. Onu belə qəşəng nəzmlə desən əla olacaq. Səndən qəşəng şair çıxar. Elə deyil uşaqlar? Elədir.
Çiçək bacı, məktəbdə öyrədirdilər düzdür şeiri. Elə belə önəmsiz bir şey sayırdım da, deyirdim, nə mənası var güya şeiri öyrənməyin. Yalandan öyrənirdim də, kitabın üzünə baxa-baxa şeiri deyirdim. Amma indi sən mənə tam başa saldın. Mən bildim. Həvəsim də yarandı. Day şeirlərimin hamısını həvəslə öyrənəcəm. Sonra gedəcəm müəllimə, qəşəng-qəşəng danışacağam. Bir də ki, deyirəm Çiçək bacı, nə yaxşı sən uşaq vaxtı keçdiyin şeirlər yadında qalıb. Uşaq vaxtı şirin olur axı, qəşəng olur. Bir də ümumiyyətlə şeiri əzbərləyəndə onun mənasına fikir verin, fikrinizdə yadınızda qalsın. Ola bilər indi bəzi insanlar şeir əzbərləməkdə məsələn çətinlik çəkərlər. Mənasını bilsəz, onu biraz asanlaşdıra bilərsiniz. Məsələn, şeiri rahat deyə bilərsiniz. Cüstəm, sən də məsələn birdən gördün ki, şeiri rahat deyə bilmirsən, nə etməlisən? Bir bax görüm nə demək istəyir orada. Hekayə kimi birinci beynində yaz, sonra onu qafiyələşdirirsən, olur həmin şeir. Ona görə yadda qalır. Deyirəm ki, biz bu şeirləri öyrənirik, nağılları, hekayələri. İndi bunlar şairlər yazıblar da. Fikirləşirəm ki, bunların həyatları haqqında da məlumat almalıyıq, ha? Bəlkə uşaqlara belə bir təklif eləyək, görək hansı şairləri tanıyırlar, bizə biraz yazsınlar, hansı şeirləri bilirlər, biraz onlar video çəksinlər, bizə göndərsinlər. Əla fikirdir uşaqlar. Eşitdinizsə cırtdanı. Aşağıdakı Çox maraqlı nömrələrə. olar. Aşağıdakı nömrələrə qəşəngcə görürsünüz də aşağıda. Onları qəşəngcə yazın, bizimlə paylaşın və mütləq şeirlərinizi də bizə göndərin. Məndə də olub balaca vaxtı bəzən şeir yazmışam, uşaqcasında çox qəşəng olur. Siz də həmin cür yazın. Bir də aşağıdakı nömrədə bilirsiniz də, təkcə sözlər və fikirlər üçün deyil. Tapmacanın cavabını və müsabiqədə iştirak etmək üçün ora müraciət eləyəcəksiniz. Uşaqlar. Uşaqlar. Bu Gedin günlük bu göndərin. qədər. Gedin bizə göndərməkdə olun. Biz də gedək sizin göndərdiklərinizə baxaq. Sağ olun. Sağ olun uşaqlar. Bu günlük bu qədər. Salamat qalın. Salamat qalın. Lay 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 lay. Lay 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 lay.